riski sevən insanlar, mənim öz düşüncəmə görə, burada uduzmağı və udmağı nəzərə alırlar, həmişə də düşünürlər. Mən özümdə həmişə fikirləşmişəm ki, ola bilər mən sıfıra düşüm, ola bilər yüksəklərə qalxım və sabahları Allah uzaq eləsin, sıfıra düşmüş olsam belə, keçmişə dönüb baxıb, keçmişdə nəsə bir səhv elədim, buna görə oldu deyə özümü qınamaram. Çünki o səhvlər mənim təcrübələrimdir. Mən o səhvlərin nəticəsində bu günləri çox böyük təcrübələr əldə eləmişəm və fikirləşmərəm ki, sıfıra mən maddi cəhətdən düşə bilərəm. Amma beyin olaraq, mənəvi olaraq mən sıfıra düşməyim artıq mümkün deyil. Çünki mənim təcrübələrim artıq öz sözünü deyir. Harda olsam da mən yenidən başlamağı bacaracağam və mənim özümə inamım ən aşağıda olsam, ən yuxarıda da olsam belə heç vaxt itməyib. Və həmin günlərim də olub. Cibimdə 1 manat pulum olmuyor. Yəni heç bir şeyim olmuyor. Yəni əlimdə olan məsələn telefon olub ki, onu satmışam. Ən sadə bir nömrə keçirilən bir telefon almışam və mən bilmişəm ki, fərqi yoxdur. 1 aydan sonra, 2 aydan sonra mənim satdığım telefonun daha yaxşısını əldə eləyəcəm. Öz gücümə, öz iş fəaliyyətimə inanmışam. Bu bilirsiniz necə? Sırf bu sferadır, sırf bu dekor sferasındayam. Bu deyil. Yəni sabah mən başqa bir işdə də olsam fərqi yoxdur. Burada mənim üçün önəmli olan mənim özümə inanmağımdır. Bir də mən həmişə yaxşı şeylər düşünmüşəm.